Fəsil 14. Qalib masanın arxasında oturmuşdu, telefonun ekranına dalıb getmişdi və Sonanın arxadan gəlib çiyinlərinin qucaqladığını belə hiss etmədi. Qaşlarının arasındakı bu xətt deyir ki, səni nə isə içindən yeyir, Sona sakitcə dedi. Ana ilə danışdım, Samirə haqqında. Sən yəqin Rüstəm barədə bilirsən, o hər şeyi səninlə bölüşür. Düşünürəm ki, onunla danışmalıyam. Heç xoşuma gəlmir ki, bütün oğlanların arasından boşanmış, üstəlik qucağında uşağı olan birini seçib. Amma bu onun seçimidir və biz buna hörmət etməliyik, Sona sakitcə etiraz etdi, onun yanında əyləşərək. Sadəcə istəmirəm ki, onun ürəyini yenə sındırsınlar. İkinci dəfə buna dözməz, mən də. Nəyi nəzərdə tutursan? Biri olmuşdu, hətta ona oğlan demək də istəmirəm. Universitetdə dərslərdən sonra onu qarşılayırdı, gül gətirirdi. Samirə vurulmuşdu, o da elə bil. Sonra isə yoxa çıxdı. Biz Adillə onu tapdıq əlbəttə. Məlum oldu ki, valideynləri ona daha sərfəli partiya tapıblar. Toydan əvvəl üzünü biraz düzəltdik, amma bundan heç kəsə yüngüllük gəlmədi. O vaxt Samirə sanki söndü. O gündən bəri heç kimə inanmır, hər kəsə potensial xain kimi baxır. Bu çox şeyi izah edir, Sona köks ötürdü. Amma belə bir keçmişdən sonra belə o Rüstəmə güvənirsə, deməli onda həqiqətən vacib bir şey görüb. Boşanmış olmasına gəlincə, biz axı bütün hekayəni bilmirik. Düşünürəm ki, Samirə ağıllı qızdır və vəziyyəti özü düzgün qiymətləndirə bilər. Qalib ayağa qalxıb otaqda var-gəl etməyə başladı. Bu onunla danışmağıma mane olmur. Mən borcluyam, əmin olmalıyam. Bugün Samirənin istirahət günüdür. Bəli, tətilin son günüdür. Amma Qalib, özünü ələ al. Sonra pışıldayaraq onun yanağından öpdü. Narahat olma, mənim zəng çiçəyim. Mən mələk oğlan olacam. Sən və mələk oğlan bir cümlədə belə uyğun gəlmirsiniz. Sona güldü. O Sonanı qucaqlayıb başından öpdü və çıxdı. 15 dəqiqə sonra Qalib artıq Nigar xanımın qarşısında dayanmışdı. Samirə bugün işdə deyil, o xəbər verdi. Mən Rüstəm bəylə görüşməyə gəlmişəm. Mən sizi apararam, deyə başı ilə işarə etdi və dəhliz boyu irəlilədi. Qalib onun ardıyca getdi. Nigar xanım qapını döyüb araladı. Rüstəm bəy, sizə qonaq gəlib. Qalibi görən kimi Rüstəm ayağı qalxdı, möhkəm əl sıxdı və onu əyləşməyə dəvət etdi. Qalib qarşısında oturdu, diqqətlə ona baxdı. Susurdu, sanki Rüstəmi yoxluyurdu. Rüstəm baxışı qaçırmadı, Qalib bunu qeyd etdi. Bilirsən niyə buradayam, deyə sözlərini diqqətlə tələffüz etdi. Samirə, Rüstəm başı ilə təsdiqlədi. Bu nə dərəcədə ciddidir? Cavab vermədən Rüstəm masa siyirməsini açıb, kiçik bir qutu çıxardı. Açıb masanın üstünə qoydu, elə ki, Qalib içindəkini aydın görsün. Bunu onun üçün almışam, dedi və almazlarla bəzədilmiş nişan üzüyünə işarə etdi. Mən öz qərarımı vermişəm, sadəcə istəyirəm ki, onun da əmin olması üçün vaxtı olsun. Başa düşürəm, ideal partiya deyiləm, boşanmışam, uşağım var, keçmiş həyat yoldaşı, qismi qəyyumluq, amma əgər o mənimlə evlənməyə razı olsa, onu xoşbəxt etmək üçün hər şeyi edəcəm. Qalib diqqətlə sözünü kəsmədən dinlədi. Nəhayət ayağa qalxdı. Görmək və eşitmək istədiyimi gördüm. Sənə inanıram və Samirəyə güvənirəm. Banal səslənsə də deyəcəm. Əgər onu incitsən, mənimlə işin olacaq. Əgər onunla heç 10% belə oxşarsınızsa, həqiqətən ehtiyat etməliyəm, Rüstəm təmkinlə gülümsədi. Görürəm artıq kiminlə işin olduğunu başa düşmüsən. Qalib güldü. Ümid edirəm möhkəm oğlansan. Rüstəm geniş gülümsəyərək onun uzatdığı əli sıxdı. Rüstəmin ofisindən çıxan kimi Qalib doğrudan da valideyn evinə yollandı. Qapını açmağa macal tapmamış, üstünə suallar yağdı. Nə? Zema xanım ona ayaqqabısını belə çıxarmağa imkan vermədi. Danış, hamısını, dərhal. Heç olmasa əvvəl oğluna çay təklif edərdin, o qəsdən gilə güləndi. Hər şeyi danışmayınca çay filan yoxdur. Görürəm gələcək gəlinin sir saxlamağı bacarır, istehza ilə dedi. Hər şeyi sənə çatdırıb? Çünki o bəzilərindən fərqli olaraq mənim nə qədər narahat olduğumu anlayır. Zema xanım onu qonaq otağına itələyib divana oturtdu.
De görüm, kimdir Rüstəm? Danışmağa hazırlaşırdı ki, qapıda Samirə göründü. Sən Rüstəmin yanına getmisən? Səsi sakit idi, amma içində gərginlik titriyirdi. Hamı dondu. Zema xanım dodağını dişlədi, amma Qalib bir müddət sustu. Sonra bacısına baxdı. Mən sənin arxanda yox, yanındayam. Həmişə olmuşam və olacam. Səni incidə biləcəklərini bilə-bilə sakit odura bilməzdim. Sadəcə əmin olmaq istəyirdim ki, bu adam sənə layiqdir. Və səsində narahatçılıq vardı. O ayağa qalxıb ona yaxınlaşdı. Gördüm istədiyimi. Yaxşı oğlandı. Deyəsən səni doğrudan sevir və sənin üçün mübarizə aparmağa hazırdı. Mən ona inandım. Samirə dərin nəfəs aldı. Sağ ol, amma növbəti dəfə xəbər ver. Qalib bacısını qucaqlayıb pışıldadı. Bağışla, sadəcə istəyirəm ki, nəhayət xoşbəxt olasan. Amma sənin bu dəli xarakterini nəzərə alsaq, deyəsən Rüstəmə yazığın gəlməlidir, deyib dərhal kənara sıçradı, böyrünü tutaraq. Ay, elə bilirdim çimdik yaşını keçmişik. Sən mənim böyük bacın olduğun müddətcə bunu xəyalına belə gətirmə. Ümid edirəm Rüstəm nəyə bulaşdığını anlayır. Qalib gülərək onun atılan başmaqdan məharətlə yayındı. Zema xanım onları izləyib köks ötürdü. Bəziləri heç vaxt böyümür. İndi isə hamı mətbəxə, çay süfrəsi arxasında ətraflı hesabat və hökm gözləyirəm. Amma əvvəlcə o müharibə baltasını bastırın.